Assalamu aziz dostlar, əziz təsərrüfatçılar. Deməli, əziz dostlar, neyi demək istəyirdim? Ördək qaz saxlayanlar. O su qabı qoyanda, bu su qabının altına belə bir tarelka qoyun. Ki, ördək qaz o yanını qoşuz yaşayırlar. Bilməyiblər, o tərəfə qoyublar suyu, orada yaşayırlar. Görürsünüz, altından altına tarelka qoyuram, yem qabı. Adı qırmızı yem qablar yoxdur bundan. Saman pastayanla quru qalacaq. Su da içəcəklər, ayaq yoluna da bunun içine gedəcəklər, bunun içine. Qıraqları, samanlar boş, quru qalacaq. Orada içib, orada da batıracaqlar da, bildim o qədər. Suyu da bir 3-4 santı hündürəyin ki, şu bala heyvanlar bunların suyu fırs eləyib yerə dağıtmasınlar. Suyu da ortadan koymayın. 1-2 gün, 3 gün ortadan koyun. Her taraftan zigzag şahmatı sulu yiyin. Suya örgeşenden sonra her taraf gölmesi olmasın diye kuru kalsın da orta. Bir taraftan koy. Bak qıraq taraftan eləyin. Böyle düzün. Hepsi o. Yaş oldu 3-4 gündən sonra samanı dəyişin. Samanı opsi götürün. Başka saman tökün. Şimdi karşıdan inşallah bu inanın 4'üdür. 5'ine keçirik. Gece vaxtıdır. Ona göre dedim biz size bu güzel bu məlumatı paylaşım. Bakın. Yani satılmır buradaki gördüğünüz hayvanlar. Prosta məlumat için paylaşıram ki məlumatınız o. Bu böyle bir şeyler edin. Altı yerden 3-4 santim hündür olsun ki bala su içəndə yerde olanda orada olanda aşağıda olanda altında pült olmayanda oradan içir oradan da tökülür yere. Görsən böyle rahat içir yere tökmür. Ayaq yoluna da gələndə, nədirsə gedəndə samanı su tökmür. Hələ o talyakanın içine at gedir. Talyaka yaş olur. Heyvan çıxır bayrağı quru. Saman da quru olur. Bunlar. Görürsünüz böyle bir şeyler. Yan bayan düzülür ki, yoxsa adam var her tərəfdən qoyur, sonra gölməsi olur sonra. O saman olur paslayan yaş. Heyvan da yatır yaşın üstündə, ayağı tutulur, quruma gedir. Yiyir onu sonra infeksiya düşür. O böyle bir şeyler. Oşun, bax belə bir şey. Suyu qıraqdan qoyuruq 3 gündən sonra həmişə bir tərəf örgəşdirirsiniz. Yemi də ki, bir hardan istəyir oradan qoyun. Su da ki, yazadaysınız ki, bu su nədir? Sarı su. İntrabitdir. Apilus 1 qramı 1 litrə. Bir də enroflaksindir. Bu da 10%'lıqdır. O da 1 qramı 1 litrə. 3 litr məsələn 20 litrlik sarı vedrədir. 20 qram 15 qram adasa belə enroflaksin, bir 15 qram da intravit qatıram. Yüngül doza ilə verirəm. 3-4 gün sonra antibiotiki dayandırıram, paslayanlı vitamin verirəm ki sağlam olsunlar. Bax belə. Yerləri isti olsun, yoxsa orada qaz yanır, yer istidir, bir dəqiqə bura istidir. Bayır külə sərində, amma bura istidir. Balalar görsə topalaşmırlar bir yerə, aktivini gəzirlər. Balalar səpələnəndə bilin ki, yəni şeydir, içəri istidir, normal. O ki, gördünüz ki, yığışırlar bir dənə yerə, bilin ki, yer soyuqdur. Böyle mağıllı bölüm, gəl. Bucu. Gedin günsən. Sən buradan ağırsan. Kaç. Ha böyle. İşığı olar ki, məsələn, bir 10-15 gün ışığı söndürməyin ki, yesinlər, mayalansınlar da, yaxşı mayalansınlar. Mayalanma yedi ki, mən də bu illəri keçmişəm Ağdaş 551 verirəm. Bir 15 gün. Sonra keçirəm Ağdaş 552 verirəm. O da 2 nömrədir, biraz böyük kalibrdir. Bir 10-15 gündə onu verirəm. Sonra bir aydan sonra Ağdaş 552 ilə klassik 560'ı 40 qəpiyyədir, klassik 560 qaçışdırıb verirəm. Yarıya yarı və sonra 3'ə 1 3 tane 3 kilo öyle bir 552'ye 1 kilo da 560 qatıram. 3-4 gündən sonra yarıya yarı qatıram. Sonra mesela 3 kilo 560, 1 kilo 552 ve yavaş böyle sonra keçirəm 40 qəpiyə. Yəni 560'a. Verirəm onu düz edib yumurtalayana qədər. Yumurtalayanda da veririk. Mesela 4'e 1 de yani 4 kilo 550, 4 kilo 560, 1 kilo da 553. 553'te yumurta yemirik. Qatırıq. Yedizdik.
Şellənirlər. Şu. Maşallah olsun. Hə, ağıllı bala, çiçək bala, şəkər bala. Öyle buna bak, ne şirin balasan maşallah. Su heyvanıdır bunlar. Gecə gündüz su içirlər, yeyirlər şirin su, yemeği keçirlər. O quyu suyunu içirlər, duzlu suyu, vitaminli. Yeyirlər içirlər, yeyirlər içirlər. Tez bir zamanda da maşallah əmələ gəlirlər. Yəni qaynanmış su zad vermir. Belə. İstəsəz məsəl üçün 15 günündən sonra, hər 15 gündən bir 45 gününə qədər lasot da verə bilərsiniz. Məsəl üçün 100 dozalıq 100 heyvanlıqdır, 200 dozalıq 200 heyvanlıqdır məsəl üçün. 1 litri, bir plafonu 1 litr suya qatıb qaynanmış suya heyvanı 2 saat içirdirirsiniz ki, heyvanı vaksin edirsiniz. Elə bir pririvka edirsiniz heyvanı, belə bir şey, bala vaxtı. Ya damcılada bilərsiniz burnuna, belə də mən içizdirirəm. 15 gündə, bir ayda, bir də 45 gündə. Lasotadakı fərqlilik də, yəni Ukraynanın var, Rusiyanın var. Fərqi yoxdur, hansı olur olsun. Yoxlamışam, hər ikisində epek verir.